Fatullayev oğlu, Ahmadoğlu terapevt pulmonolog. Burada ben 2016 yıldan işləyirəm. Bizim profilimiz ümumiyyətlə ağciyər xəstəlikləri. Yani tutup ki plevrit, bronxial astma, xroniki bronxit, kəskin bronxit, pnevmoniya, sarkoidoz, belə xəstəlikləri müayinə və müalicəsini edirik. Bizdə müayinə üçün yaxşı şərait var. Yəni müayinə üçün bizə lazımdır laboratoriya, hər cür analizlər olunur, yüksək səviyyədə. Rengenimiz var, o da yüksək səviyyədə. Bizə nə lazımdır? Rengenlə laborator olandan sonra həkim müayinəsi onu da ki təyin edirik və müalicə yazırıq, ambulator müalicə. Demək, bizə olur belə xəstələr gəlir ki, gecikmiş formada xəstələr gəlir, çox var. Yəni həkimlər müayinə eləmir xəstəni tam, özlərindən diaqnoz qoyurlar. Xəstə də ağır vəziyyətdə həmişə daxil olur bizə. Biz burada müayinə edib görürük ki, bunun xəstəliyi nədir? Hər hansı bir xəstə dəqiq müayinə olunmalıdır. Yəni qan təzyiqi ölçülməli, nəbzinə baxmalı, temperatura. Hətta bəzi həkimlər, xəstələr deyirlər ki, bizim indiyə qədər temperaturumuzu ölçməyiblər. Həkim dedi ki, termometr yoxdur. Və yaxud ki, çəkisini biz müalicə təyin eləmək üçün xəstənin çəkisini bilməliyik. Kiloqram çəkiyə uyğun dərman təyin eləməliyik. İndi gedirsən, baxırsan, ümumiyyətlə respublikanı deyək. Çox yerdə həkimin otağında tərəzi yoxdur. Çəkmək üçün xəstədir, mənim tərəzim oradadır. Termometr yoxdur, həkimin otağında termometr yoxdur. Qan təzyiqini ölçən aparat yoxdur heç. Qan təzyiqini də ölçmürlər. Elə bir dənə fonendoskopla qulaq asıb baxırlar, onunla diaqnoz qoyurlar. O da düzgündür. Gərək xəstəni tam müayinə eləyəsən. Yəni bu xəstə pnevmoniyası olan xəstə ancaq pnevmoniyadan deyil ki. Gərək biz onun ürəyinin nə vəziyyətdə olduğunu bilək, təzyiqini bilək, temperaturunu bilək. Hətta qanda oksigeni təyin eləyək ki, ona düzgün müalicə təyin eləyə bilək. Oksigeni təyin eləmək üçün aparat var, oksimetr var. Bu həm oksigeni göstərir qanda, həm də ki, nəbzi göstərir. Bütün bu müayinələrdən sonra xəstələrə düzgün diaqnoz qoyuruq, onda müalicə də düzgün gedir. Çox vaxt xəstələr gəlir ki, mən evdə filan dərmanları qəbul eləmişəm. Bu xəstəliyin biraz da uzanmasına, xroniki vəziyyətə keçməsinə səbəb olur. Həkim müalicəni təyin eləməlidir. Həkim yazmalıdır ki, buna diaqnozu nədir və müalicəsi nədir. Amma indi güya ki, çox savadlı çıxırlar, internetə baxırlar, oradan götürürlər, filan xəstəlikdə filan dərman işlənir. Onu bilmək lazımdır ki, həkimlər xəstəliyi müalicə eləmir, xəstəni müalicə edir. Hər hansı bir xəstəlik, hər hansı insanda başqa cürə keçə bilər. Əlamətləri, yəni simptomları başqa cürə ola bilər. Adi tutub sətəlcəmdən bronxita kimi bu xəstədə bu cür keçir, o bir xəstədə başqa cür keçir. Yəni biz ona görə də fərdi hər bir xəstənin özünə məxsus xəstəliyini müalicə eləməliyik. Xəstə də vaxtında bizə müraciət eləməlidir, biz də vaxtında ona müayinə eləməliyik ki, vaxtında da müalicəsini eləyək, düzgün olsun. Adətən bizə o xəstə gəlir ki, bizdən qabaq neçə həkimdə müalicə olunub, dəqiq diaqnozunu da qoya bilməyiblər. Gəlir burada təyin edir ki, nə olsun ki, öskürək sətəlcəmdə də ola bilər, bronxitdə də ola bilər, astmada da ola bilər, ürək xəstəliyində də ola bilər. Hətta nevrozdan da ola bilər öskürək. Öskürək elə hamısı sətəlcəm deyil, hamısı bronxit deyil. Bəzən ürək qüsurunda və yaxud ürək çatmamazlığında xəstəlik başlayır tənyə nəfəslikdən, öskürəkdən. Elə bilirlər ki, bu sətəlcəmdir və yaxud xroniki bronxitdir. Amma xəstəni yoxlayırsan, görürsən ki, yox. Bunun ağciyərlərində durğunluq vəziyyəti, hətta plevritlə xəstə gəlir. Elə bilirlər ki, vərəmdir. Yəni, plevra boşluğunda maye. Plevra boşluğunda maye ürək çatmamazlığından da ola bilir. Həkim təyin eləməlidir ki, bu ürək xəstəliyidir, ya da ciyər xəstəliyidir. Vururlar ona antibiotiki ki, bu sağalsın, sorulmur, sağalmır. Hətta mənim kardioloqlarla mübahisəm olub. Xəstə gəlib plevra boşluğunda maye ilə. Rengenində də göstərib ki, bəli, plevra boşluğunda maye var. Həkim özü gətirib, kardioloq özü gətirib yanıma. Kardioloqa demişəm ki, bu sənə aiddir, bu kardioloji xəstədir. Yəni ürək çatmamazlığından sağ plevra boşluğunda maye yığılıb, ayaqlarda da şiş. Deyir, yox, bu düz canım, ağciyərdən maye var, deməli bu sizə aiddir. Göndərmişdik Bakıya. Orada da deyirlər ki, bu kardioloji xəstədir. Bu pulmonoloqa aiddir, kardioloqa aid xəstədir. Ona görə deyirəm ki, xəstəni düzgün, hətta rengenin göstərdiyi plevra mayesi də ola bilər ki, bilinməsin ki, nədəndir. Plevrada maye ağciyər xəstəliyindən də ola bilər, ürək xəstəliyindən də ola bilər, şəkər xəstəliyindən də ola bilər. Həkim təyin eləməlidir ki, bu nədəndir? Dəqiq etiologiyası, patogenezi və müalicəsi. Sağ olun.